Hamınıza salamlar. Bu gün sizlərlə mənim bu səhifəmin ilk videosudur. Ona görə də bu videomu biraz qısa eləmək istəyirəm. Əgər bu səhifəmdə qəşəng yarışmalar, videolar, yəni YouTube-a davam eləməyimi istəyirsinizsə, bu videoya gözəl yorumlar və səhifəyə abunə olmağı unutmayın və videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Keçək videoya. Elə bil ki, mən elə təzə klan açdım və klan adına da Team Nanix yazdım. Adımı Nanix olaraq dəyişdirəcəm canlı yayınlarda, hansındasa birində. Və canlı yayınlar arasına bir nəfərə Brawl Pass Plus alacağam. Baxın, özümə də almışam. Sizə biraz hesabımı tanıdım. 73 karakteri var və hesabda ən xoşum gələn karakter yəni Rico'dur. Yəni bütün paltarları var da, bir dənə bu 199 elmas olan yoxdur. Bunu da inşallah hər hansısa bir videoda alası yox. Hesabda başqa bir dəqiqə. Hesabda 73 karakter var. İndəliyə qoyaq. Baxın, efsanəvilərdən elə çox efsanəvi olmasa da 5 dənə var. Efsanəvi Spike, Sandy, Leon, Crow və Search. Amma inşallah bu videoda bu videoda yəni deyəndə gələn videolarda bütün karakterləri, siz seçdiyiniz karakterləri 1000 kupa eləməyə çalışacağam. Klan ID-sini də belə qoyum bir dəqiqə. Klan ID-si yoxdur. Klan adı budur. 0 kupada hələlik giriş. İnşallah klan kupası qalxdıqca yəni gərəkən kupanı qaldırasıyam. 10.000, sonra 15, 20, 30, 40 nə qədər olsa da yəni. Bir də sizə mənlə video çəkəcək uşaqların adını göstərim. 20% nədir Allah? Bir dəqiqə. Baxın. Həmişə yəni videolarımda olacaq adam. Zero. Zırgı Team'ın başkanı. Buradan yuxarıdan Zero'ya da abunə ola bilərsiniz. Bir də Glitch var. Glitch'lə də çox videolarımız olasıdır bizim. Baxın. YouTube'da da Glitch yazanda ən birinci çıxan səhifə bunun yəni Zırgı Team başkan yardımcısının səhifəsidir. Heç dostlar, bu videomu biraz qısa kəsəcəm. İnşallah gələn videolarda çox uzun bir tanışlıq eləyərik. Bu səhifəmin 500 abunəsində də 500-cü abunədə üzümü göstərəcəyəm. Heç səhifəyə abunə olmağı unutmayın. Videonu bəyənib yorumlara da bir dənə ürək atmağı unutmayın. Çalışdığım qədər hamınızın yorumunu bəyənib geri qayıdış kimi yorum yazmağa çalışacağım. Sağ olun. Görüşənədək.